Herkese salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə bir yerdə Temudan gələn bağlamamı açacağıq. Qeyd edeyim ki, Temudan birinci dəfədir ki, məhsul sifariş edirdim. Ona görə iki bağlamamız var. Birinci bağlamamızı daha öncə açmışam. Bu videonun sonuna əlavə eləyəcəm. Bu bağlamam isə yeni gəlibdir. Daha maraqlı məhsullar olduğu üçün bunu daha öncə sizə göstərmək istəyirəm. Amma videonu başlamadan öncə sizdən bir xahişim olacaq. Kanalıma abunə olmağı unutmayın. Çünki abunə olmağınız mənim üçün çox önəmlidir. İndi isə gəlin baxaq, görək nələr almışam. Aha. Bu nədir belə? Birinci balaca məhsuldan başlayacağım. Qayçı ilə açacağım ki, daha sürətli olsun. Bu bir əlcəkdir. Bu şəkildədir. Dırnaqlarımızı şüadan qorumaq üçündür. Dırnaq aparatının içərisinə əlimizi qoyarkən bunu almışam. Balacadır, amma yəqin ki, əlimə olacaq. Bu birinci məhsulumuz. Sonra bir dənə çanta sifariş etdim. Yoxsa nədən başlayaq? Hə, ayaqqabını göstərim. Belə bir krasovka sifariş vermişəm. Sport ayaqqabı. Onu göstərim sizə. Aha. 38 razmerdir. Balaca görünür. İnşallah ki, problemsiz ayağıma olar. Balaca görünür amma nədənsə. Belədir, möhkəmliyi hələ ki yaxşıdır. Bunu qoyun bu tərəfə. Amma dəhşət iyi gəldi açanda buranı. Sonra bu məni məyus elədi. Çünki fikirləşmirdim belə olacağını. Böyük düşünmüşdüm, amma çox balacadır. Bunlar makyaj eləmək üçün kistlərdir. Bunlar çox balacadır. Yəni belə təsəvvür eləmirdim. Bunu atıram bu tərəfə. Sonra başqa nə var idi burada? Bir dənə də ayaqqabı var. Qayçını hara qoydum? Bu ayaqqabılar da bu formadadır. Çox yüngüldür amma. Bu da 38 razmerdir. Balaca görünür nədənsə amma. Bu da. Sonra burada belə bir çanta var. Parça çantadır. Bu da belə bir parça çanta. Göstərim sizə. Belə. Amma ki, biraz daha qalın görünürdü şəkildə. Amma nazikdir, yəni elə də qalın deyil. Bunu da atıram bura. Səsimdən hiss olunur ki, məyus olmuşam. Bəzi məhsulları görür. Ondan sonra belə bir, bu nədir bilmirəm, indi baxacam ona da. Belə bir bluz var. Bu qəşəng görünür. Baxın. Hə, belə bir bluz. Deyəsən, bu da böyükdür. Biri balacadır, biri böyükdür. Belə göstərim. Bu da böyükdür. Mənə böyük olar deyə düşünürəm. Sonra bunun içində nə var? Bu nədir belə? Baxın. Yadımdan çıxıb bunun nə olduğu. Hə, bu kosmetikadır. Yadıma düşdü. Necə bunu daha sürətli aça bilərəm, bilmirəm. Hər nəysə bunu cırmalı olacam. Qayçı ilə açmalı olacam. Nə yaman çətin açıldı bu? Nəysə, bunun çıxmaq fikri yoxdur buradan. Çox balaca belə bir şeydir, tendir. Amma yəni, ölçüsü bir damcıdır. Belə.
Temuda hər şeyi maket kimi qoyurlar. Mən belə başa düşdüm. Sonra bir şeyin üçün daraq olmalıydı, amma nədənsə çıxmadı. Belə bir kutuka var. Nəysə bu da böyük görünür. Belə bir üst geyimidir. Belə göstərim. Bu da nəysə böyük görünür. Atın bura. Bu da bir dənə daraqdır, pişik darağı. Amma bir damcıdır, yəni çox balaca. Belə dostlar, indi keçək növbəti məhsullara baxaq, növbəti hissədə. Bir daha sizdən xahişim odur ki, kanalıma abunə olun. İndi siz gəlin baxaq hansı məhsulları almışam. Bunları daha öncədən açmışam ki, vaxtınız getməsin. İlk öncə bu məhsulu sizə göstərim. Bu telefon üçün ştativdir. Ştativ yox, daha doğrusu masanın üzərinə qoymaq üçündür. Belə bir məhsuldur. Dəmirdəndir. Amma çox da belə möhkəm keyfiyyətlidirmi deyə bilmərəm. Belə bunu bu şəkildə açmaq lazımdır. Belə telefonunuzu qoyursunuz masada istifadə etmək üçün. Bu tərəfi isə dönəndir. Əslində möhkəmdir, yəni dəmirdəndir. Necə ola bilər ki, daha möhkəm bilmirəm, amma telefon üçün rahat olacaq, yoxsa yox. Bunu qoyuram bu tərəfə. Növbəti məhsulum telefon üçün keysdir. 14 Pro üçün telefon keysi. Bu şəkildədir. Rəngi çox gözəldir. İçərisinə baxın. İçərisi də yumuşaqdır. Amma kənarları biraz qalındır. Bilmirəm o necə olacaq. Telefona taxdıqdan sonra biləcəm. Belə bir keys. Bunu çox ucuz almışam. Bizdə keyslər bilirsiniz ki, bahadır. Amma yadımda deyil 3 manat yoxsa 4 manata aldım. Sonra bunları qoyum bu tərəfə. Belə bir dırnaq lakı sifariş eləmişəm. Gel dırnaq. Daha doğrusu gel lak. Çox balaca gəlib. Cəmi 6 millidir. Çox balacadır, amma bu yəqin ki, mənim səhvimdir və baxmamışam ki, neçə millidir. Qara rəngdədir. Bu dəfə indi dırnağımı düzəldəndə bu rəngdən istifadə eləyəcəm. Tam qara rəngdir. İndi birazdan dırnaqlarımı düzəldəcəm və bunu istifadə eləyəcəm. Bir dəfə istifadə eləsəm bitər məncə, çünki çox balacadır, amma qiyməti yəni ucuz deyildi. Buradan daha ucuza almaq olardı. Bu da mənim səhvimdə, yəni baxmamışam necə olduğuna. Sonra burada belə bir eynəyim var. Günəş eynəyi. Belə göstərim. Bunu anam üçün almışam. Belə göstərim. Bu şəkildədir. Keyfiyyəti yaxşıdır, şəffafdır və gözdə duruşu da çox səliqəlidir. Çünki açıb baxmışam, istifadə etməmişəm. Yoxladım ki, görüm necədir. Videoda təəccüblənməyim deyə. Sonra belə bir dırnaq üçün fırçalar sifariş eləmişəm. Bunlardan çox xoşum gəldi. Çünki möhkəmdir, keyfiyyətlidir. Ucları düşdü. Eybi yox, mən onu düzəldərəm. Bu şəkildədir. O, hara getdi? Bu şəkildədir. Ucları da belə qəşəngdir. Yəni, bərkdir, keyfiyyətlidir. İndi istifadə eləyəndə daha yaxşı biləcəm. Belə. Bu şotka yəqin ki, gel vurmaq üçündür və qəşəngdir. Yəni, sevdim bunu. Burada bunun bir dənəsini çox baha verirlər. Amma ki, 3 dənəsini daha uyğuna aldım. Yadımda deyil neçə aldım, amma daha uyğun idi. Ondan sonra bir dənə də eynək var burada. Bunu isə qardaşım üçün almışam. Belə göstərim. Belə bir eynəkdir. Bu şəkildə. Ekrandan özüm görünməyim, çünki başımda. Sonra belə bir məhsul var. Bu da yumurta vurmaq üçündür. Şirniyyatın falan üstünə. Belə. Amma çox sıxılıdır. Balacadır. Bir dənə də, yoxdur da heç nə. Belə. Bunları aldım. Bu da mənim Temudan aldığım məhsullar.
İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm dostlar. İnşallah Temudan yenə sifariş vermişəm. Həmin məhsullar gələndə yeni bir video çəkəcəm. Yeni videolarda görüşmək üzrə. Kanala abunə olmağı unutmayın. Kanalın böyüməsi üçün dəstəyinizə ehtiyacım var. İzlədiyiniz üçün bir daha təşəkkür edirəm.